Dostlar, bax bura kimi yol gəlmişik. Gəldik ki, yəni bu çayı keçək. Çöl adamın işi odur ki, maraqlı sujetlər sizə təqdim eləsin. Demək dostlar, biz hardayıq? Göyçay rayonunun Çərəkə kəndində. Çox maraqlı, yəni Göyçay rayonunun ən məşhur restoranlardan biridir. Göyçayın Bığır kəndi. Aşağıları çək qardaşım, gör mənzərəyə bax. Bakırsa insanlar orada çalışır, vuruşur. Hamısı zəhmətçi insanlardır. Gördüyünüz kimi ərazisi 4 hektardan ibarət olan Göyçay bazarı. Biz hal-hazırda Göyçaydayıq. Bütün Göyçaylıları salamlayıram, bütün Azərbaycanı salamlayıram. Hal-hazırda biz Göyçay bazarındayıq, mal bazarındayıq, səhər saatlardır. Buranın havası o qədər gözəldir ki, adamı ləzzət eləyir. İsmailli və Qəbələ zonası Göyçaya yaxın olduğu üçün bax, hava bu qədər gözəl. Ümumi olaraq Göyçay deyəndə biz həmişə Göyçay narını düşünürük, Göyçay narının dadına baxaq. Göyçay narı necə olur, əsas məsələn çəkisi nə qədər olur. Bildiyimə görə, yəni apardığım araşdırmaya görə bazarlarda çəkişlərlə bağlı, yəni bu narlarda eləsi var ki, hətta 3 dənəsi 1 kiloqram gəlməyə yəni qadir, 2 dənəsi, 3 dənəsi, yəni 1 kiloqramı yəni gəlir. Yəni biz xüsusi olaraq başqa yerlərdən Göyçay adına narlar satırlar, amma Göyçay narlarının yəni xüsusi olaraq həm dadı, həm də ki görünüşü fərqlidir. Yəni bunu da deyim ki, bax bu narlar fikir verin, yəni baxın ən balacasıdır. Yəni bunlar ölçüsünə görə qiymətlərdə dəyişir. Məsələn 3 manatdan başlayır 2 manata qədər. Məsələn bura, yəni bu hissə, yəni bu korpus yəni topdan satışdır. Göyçay bazarı, yəni bu hal-hazır olduğumuz bazar 4 hektardan ibarətdir. Bir hissə, yəni 2, 3, 4 korpus, yəni toptan və pərakəndə satışı olaraq xidmət göstərir. Digər tərəf isə kənd məhsulları, yəni belə satış həyata keçirilir. İnşallah çəkilişimiz davam edir. Bakı şəhərindən 250 kilometr məsafə sərf edərək məhz yəni Azərbaycanın ən gözəl, ən məşhur bazarlarından birindəyik, Göyçay bazarında. Yəni Göyçay bazarı həqiqətən də həm ərazisinə görə, həm də fərqli çeşidlərinə görə seçilir. Bax, görünüşünə baxın. Yəni bunun ən balacasını kəsmişik. Ən balacasını hələ kəsmişik bunun. O təmiz Göyçay narıdır, maşallah olsun. Dadına da baxacaq inşallah. Görək nə dadı verir. Həqiqətən də Göyçay düz alırıq, yer istifadə edirik. İnşallah narı ilə satırlar, amma mən təmiz. bugünkü gün belə nar yəni. Allah sizə can sağlığı versin. Allah